Çox vaxt darıxmağımızın səbəbi bir insan olmur. Onun yanında hiss elədiyimiz özümüz oluruq. Portuqaliya dilində bu hissin bir adı var. Saudade. Saudade sadəcə darıxmaq deyil ki, bu uzaqda qalmış və ya artıq itirilmiş bir insana, bir məkana, hətta bir əşyaya qarşı duyulan dərin və sakit bir həsrətdir. Bu hissin ən qəribə tərəfi odur ki, onun içində həmişə kiçik bir ümid yaşayır. Ağlım bilir ki, heç nə əvvəlki kimi olmayacaq. Amma ürəyin hələ də o səsin eşidiləcəyini, o qapının yenidən açılacağına inanmaq istəyir. Saudade həm kədərdir, həm də minnətdarlıq. Çünki keçmişi xatırlamaq sənə istilik verir. Amma eyni anda anlayırsan ki, o anlar bir daha heç vaxt eyni şəkildə yaşanmayacaq. Bəlkə də buna görə bəzi insanları yox, onların bizdə oyatdığı hissləri axtarırıq. Və bəzən həyat boyu darıxdığımız şey bir insan deyil, bir zamanlar olduğumuz biz oluruq.